Bugün də yəqin bildinizdə yayılıbdır. Götürüb oğlunu aparıb Davosa. Orada oğlunu əsl vətənlər. Görün bunlar da həyasız, tərbiyəsiz adamlardır. Bunlarda abır həyə yoxdur ki. Adamın utanmaq hissi yoxdur. Adam oğlunu aparır, ailə üzvü elə bir dədəsinin mülküdür, bostanıdır. Aparır, indi onlara təqdim eləsin, bu bostan məndən sonra gələcək sahibi bu olmalıdır. Mən buradan yeri gəlmişdən müraciət edirəm. İlham Əliyevə şəxsən oğlunu təhlükə atma. Oğlunu və gələcək nəsilləri o təhlükə atma. İstifa ver, çıx, get sakitdir, çəkil kənara. Oğlun da tarixə, dədəsi Abrhaya ilə istifa verən prezidentin oğlu kimi düşsün. Amma oğlu gətirib vəzifəyə ora-bura soxuşdurub, onun həyatını təhlükəyə atma. Bugün 19 yanvardır, 2026-cı il. Bu sözümü də yadda saxlayın. Hamı yazsın dəftərin bir qırağına ki, Qurban dedi, oğlunu təhlükəyə atma. Dədən sənin təhlükə atanda başa düşməmişdi. Kəmaləddinin dədəsi çıxdı yaltaqçasına belə başa dedi ki, o ağır yükü Heydər Əliyev qoydu oğlunun çiyninə, prezident olma vəzifəsini. Amma o başa düşmürdü, onlar bilmirdilər ki, həm də böyük bir təhlükə atıb səni. İndi mən sənə deyirəm ki, oğlunu təhlükə atma.